Şuşa xəstəxanasıdır bu gördüyünüz. Və Şuşa sakinlərinə verilən binalar. Bunlardır. Çoxu soruşur. Burada Şuşalı xanım var, o dağın adı Kirs dağıdır, həm də qarlı olur. Kirs dağı var, o qar olan Bağırqan dağıdır. Bağırqan dağının yanında Kirs dağıdır. Kirs dağında qar yoxdur, Bağırqan dağında qar. Bu da gördüyünüz şəxs də Şuşa sakinidir, sağ olsun bizə kömək etdi, canlıdan gəldi, bizi yoldan götürdü. Müəllim özü deyəsən veterandır, Qarabağ döyüşçüsüdür, Allah canını sağ eləsin. Həm öz Şuşalıdır, həm Şuşa üçün də döyüşüb. Allah hər birini qorusun. Qarabağım üçün döyüşənlər hər birini qorusun. Böyük və kiçik Kirs dağı yaşayış var, bəli, hər birində yaşayış var. O oğlan yəqin Şuşalıdır, bəli, Şuşalıdır. Həm də Qarabağ uğrunda döyüşlərdə iştirak edən veterandır. Şuşada ikinci yaşayış masifi tikilişi başlayır. Hələ ki başlamayıb. Futbolçu evini görüblər. Yaxındır bura. Viktoriyanın evinə getmək istəyən var. Gedə oranı göstərək. Futbolçu Viktoriyanın evi. Kimlər görmək istəyir? Kimlərdəndir qardaş? Seyiddən. Seyiddir. Qardaş ki Seyidlər. Şuşanın Seyidləri var. Bəlkə tanıyarsınız. Aslan xidməti açıldı. Açılıb, bəli, açılıb. Dost xidməti açılıb. Bəs nə vaxt başlayacaq, nə başlayacaq? Konu Laçın yol tərəfdir. Xeyr, Laçın deyil, Şuşadır. Göstərərsiniz. Qaqavran Viktoriyanın evi kimi tanır. Nə yəni? Nə kimi tanıtdıraq bəs? Yəni, öyle olur. Deyir ki, oranın Viktoriyanın evi kimi tanıtdırmayın. Deyəm ki, onun evi oldu. Necə tanıtdıraq? Da şərəfsizin evi olub, indi qardaş bizimdir. Haranı deyirsiniz? Sanatoriya siz haranı deyirsiniz? Mən Viktoriyanın... Sanatoriya buradır. Yox, oranı demirəm. Oranı bilirəm. Biz indi Viktoriyanın evinə gedirik. Siz səhv saldınız. Mən oranı bilirəm. Oranı demirəm. Biz hal-hazırda Viktoriyanın evinə gedirik. Peki, hansı yolda ilə mən Bakıda oluram? Güzəli, ikinci yaşayış masivi və gördüyünüz kimi gözəl bağ və hostel. Bura vətən bağıdır. Sekret deyirlər Şuşalılar ora. Bildim qardaş, yəni ki, onu hamı bilir. Mən məşhurlaşdırmıram ki, yəni ama fakt ki, internetdə də var. Hər kəs bilir ki, ora özü üçün tikir. Və Qarabağ oteli buradan da görsən, ne? Bura neydi? Bura sorduğunuz yaşayış deyəsən. Ondan qabaq bura nə olduğunu bilmiyorum. Bəlkə bilirsənsə yaz tanıtdıraq. Yox, həmin ev. Əvvəl nəsə olubsa deyə elə tanıtdıraq. Yəni, mənim məlumatım o haqda yoxdur, əvvəllər nə olub. Buradan görsənir hal-hazırda. Hələ deyək köynə sanatoriya olur. Köynə sanatoriya keçir. Yox, köynə sanatoriya qardaş sol tərəfdə, arkada olur. Köynə sanatoriya burada sanatoriya. Qısa bulağı deyil. Sanatoriya arxa tərəfdəydi. Mən sənə razıyam. Orası sanatoriya olub, o heç. Faktiki burası sanatoriya olmayıb baxın. Mənim fikrimdir, yəni ki, bəlkə Şuşalılardan bilən varsa yazsınlar. Burası oradan tikilən bir... Burası oradan tikilən, burada heç bir şey olmuyor. Aç görə qapını. Gələ apteki deyib gələrdik də. Bura Viktoriyanın evidir hal-hazırda. Döyüşən igidlərimizin adları da yazılır, sonradan yazılanı da Vətən bağıdır. Bura Vətən bağıdır? Yox, Vətən bağı arxadadır bura. Vətən bağı deyildir. Vətən bağı arxadadır, bura kafe, restoran kimi fəaliyyət göstərir. Qaqa domodok olub. O qədər məlumatımız yoxdur, biz hal-hazırda olan məlumatları deyirik ki, bəlkə də lap gözəl, köynə domodok olubsa, köynə domodok olsun. Yəni bizim o qədər bu ev haqqında məlumatımız yoxdur, biz bildiyimizi deyirik. Təzə tikilib, sonradan tikilib. Yeni tikilən oxşub da. Yeni tikilib, hə. Ona görə. Buranı siz nə ki fəaliyyət göstərəcəklər, burada kanat açacaqlar. Buradan birbaşa Xankəndidə kanat açacaqlar. Burada da ki
saxlayırlar ki buranı, nə bilim, o restoran kimi, nə bilet almaq kimi. Bilet almaq üçün yerlər. Hə, yerlərdir bura. Burada kanalizasiya var, bir Bəli. başqa kəndiyə. Bəli, əlavəndə buradan, bu da baseyn istedi. Yanındakı qaqa Şuşada işləmir, amma Şuşada qalır. Əslən Şuşalıdır, Şuşada qalır. Bəlkə tanıyarsınız bir-biri bizi, sağ olsun bizə köməkli edir. Allah canını sağ eləsin. Özü də vətən döyüşçüsüdür, vətən uğrunda gedən döyüşlərdə iştirak edib. Baseyni və mən onda nəzərinizi çatdırım ki, buradan şərəfsiz çox gözəl mənzərədə yaşayıb da. Bütün Orada bir balaca kənd var. O kəndi göstərib mənə. balaca kənd var. Hə? Bax, deyə yaxınlaşdır. Ora bax. Uşaqlar yazdı deyir qardaş kimdir? Biz də Şuşadan hansı binada qalır? Qaqa sən hansı binada qalırsan? Qaqa sən binada qal. Mən 9-da qaldım. Qaqaş 9-da qalır. Adı Ceyhundur. Uşaqlar buranı yaxşıdan. Bura nə gedir? Hansı kənd gedir? Valla o kəndi bilmirəm. Kəndin adı nə idi? Bəlli deyil o kənd. Tanımıram o kəndi. Qaqaş 20-də qalır. Lap gözəl. Və buradan yol gedir. Ha, yol- Xan kəndə gedir yoxsa? Hədəf o Xankəndi Şuşa yoldur. Hə, aşağıdan düşür. Və buradan da Xan kəndi çox gözəl görsənir. Adlar yazılır, Xəlifəli Qaybalı nədir? Hə, kəndin adı bilənlər var. Şuşalardan kim var idi bu kəndin adını bizə desinlər. Bilənlər var Şuşalardan bu kəndin adı nə olub? Oğlan neçə yaşı var? Dərya yazıb oğlan neçə yaşı var? Neçə yaş yazılır mən? 33 yaşı var. Və kərtənkələ də var burada. Evə girmə olur. Hə, indi girmirdik, çıxdıq. Viktoriyanın mamasının bahisi evdə edikcə bizi çağırdılar. Geybəli, Kösallar kəndi. Geybəli, Qaybalıdır ora. Qaybalı deyirlər. Şal Saybalı olur. Saybalı, Qaybalı bir tarix muzeyi durur. Şuşadayıq hal-hazırda və buradan Xan kəndi görsənir. Bu villanı tanıyanlar bilir kimin villasıdır. Şərəfsizlərin. Kösalar dağın o özüdür. Özünü. Məncə Kösalar deyirək burada. Biz Şuşalı, Allah hər bizi qorusun, nə? Şuşalardan kim bilir bu dəqiq bu kəndin adını? Kənd, hə, kəndin adını, kənd olar. Neçə ev var, bəlkə də. Biraz yaşlı adamlar daha yaxşı tanıyar. Xocalı ora yaxındır, Kösalar kəndi, o dərədəki kənd. Kösalar kəndi deyil. Kösalar Xocalıya yaxındır. Kösalar deyil. Qaybalıdır, solda Xəlifəlidir. Xəlifəli? Xəlfəli o təzə deyil. Xəlfəli təzə deyil, 100 fas. O nəzərinizə çatdırım ki, təzə ev ki orada yaşayış olur. Saybalı deyir. Bu kəndin adı Saybalıdır. Saybalı Bir dənə onun şəklini çək, evdə böyükləri göstərəcəm. Screenshot elə bir dənə. var da canlıda var. Hə, canlıda var. Ekran bəyənə zəhmət olmaz. Mən buranı göstərəndə ermənipərəstlər şikayət edir ki, canlımız bağlansın. Ekran bəyənə səhifəmizi izləyək. Hər həftə şənbə bazar Şuşa turlarımız var. Və buradan da Qaybalı kənd. Çox insan yazır Qaybalıdır. Çox insan yazır Qaybalıdır. Yəqin Şuşalılardır. Şuşalılar daha yaxşı bilir. Yedə maçda mən zəng edib soruşaram. Yox. Bura Şuşadır, hal-hazırda buradan da Xan kəndi görsənir. Həmin kənd buradan, Xan kəndi də buradadır. Yox. Burada çox yazır Qaybalı, Qayalı, Qaybalıdır. Amma evə gedibdən böyüklərdən soruşaram. Mənim günüm orada keçir, lap gözəl. Buradan amma Xan kəndində çox gözəl mənzərə var. Havası da qəşəngdir. Gündüzlükdə çox gözəl. Şərəfsiz tikdiyi yerə bax, evin harda tikib. Ekranı bəyənənlər, hədiyyə atanlar çox sağ olun. Çalışır ekranı bəyənək ki, şikayətlər gəlir ki, canlını bağlayaq. Bu evi göstərəndə bir də Cıdır düzünü, məscidi göstərəndə şikayət gəlir ki, Cıdır düzünə yaxın deyilik, amma Viktoriyanın evidir. Futbolçu, şərəfsiz. Maması zəng eləmişdi ki, qızımın evdə tək gəl. Sən mənə ətrafı görsət, mən mənə geyim çıxım da, mamasına şəmanı. Hə, yaxşı. Girəcək, bir dənə sən ev
evi göster. Ha, yaxşı. Muhteşem villasıdır. Qaqa evə girirəm. Çıldırıyor. Bura onun ledli kuxnası olub. Yay kuxnası da belə deyək. Mamasında düyüd. Oğul burada ama. Gəlin cümlətə 10 manata villa təqdim edir sizə. Buradan girək. Yox, o Şuşa kənd deyil. Bəli, Şuşa şəhərdir qaqa. İndi qalxıram 2-ci mərtəbəyə. Nə günə salıblar. Evin içində nəsə barəsi olmuş şeydir. Allah cəmi şəhətlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin inşallah. Ne kim qoyub? Heç kim yiyələnməyəcək bu evə. Buradan dediyim kimi kanat atacaqlar Xankəndiyə. Burada yəqin bilet almaq üçün yer olar. Restoran tipli bir şey olar. Amin inşallah. Yox qardaşım, hələ başlamayıb tikilməyə. Yox, daş altı da deyil. Tur neçədir? Turlar haqqında inşallah direktə yazın, sizə cavab veriləcək. Bəli, icazə var. Burada yəqin mansardıdır. Kim söküb bunu? O haqda məlumatım yoxdur. Burada mansardı. Mansardan baxaq bir Şuşaya. O kəndi atam tanıyırdı, orada gözləri tutulub. O da gözləri tutulub. Allah kömək olsun.